Salam dəyərli izləyicilər, yəqin ki bu görüntülər yadınızdadır və aylar sonra, günlər sonra Aygün Kazımova bu görüntülərdən danışıb iki başlı verilişində və Eldəniz Məmmədovla aralarındakı o anlaşılmazlığa aydınlıq gətirib. Qeyd edib ki, səhnəyə çıxmışdım, toyda olan qonaqlarla danışırdım, gəldi əli ilə çiynimə vurdu, dedim inanmaram ki Eldəniz belə hərəkət eləsin və Aygün Kazımova bildirib ki, günlərin birində televiziyada baxıb görürəm ki, Eldəniz artıq məni bağışlayır. Və ardınca əlavə eləyib ki, gör hələ mən səni bağışlayıram, yoxsa yox. Amma bir də heç bir xanım müğənni ilə əllə danışma. Axı bizim elə münasibətimiz də yoxdur. Həm də gözəl dost münasibəti olan adam belə bu münasibəti qəbul etməz. Ona görə təəccübləndim. Ola bilər Eldəniz qohumunun toyu idi, əhvalın yaxşı idi, bəlkə də işıqlardan məni tanımayıb, kişi kimi görmüsən. Amma xanımla belə rəftar olmaz. Hamıya nümunə olmalısan deyə Aygün Kazımova bildirib.